yarım addım, tam addımla biz tanış olduq. İndi isə biz keçirik tullanma addımlara. Eyni hərəkətdir, sadəcə bu daha tullanma addımlardan daha sürətlidir. Daha çeviklik, daha sürət və daha tez hərəkət edə bilirik biz tullanmaqla. Baxın, əgər mən addımlarla 2 hərəkətə gedirəm qabağa, 2 hərəkətə baxın, 1, 2. Arxaya da 2 hərəkətə gedirəm. 1, 2. Tullamada isə mən 1 hərəkətə gedirəm. Görürsünüz, 2 ayaq eyni zaman qalxır, eyni zaman enir aşağı. Qalxır, enir, qalxır, enir. Eyni zaman. Raz. Getdi. 1, 2. 1, 2. 1, 2. Eyni formada yanlara. 1, 2. 1, 2. Bir hərəkətə çıxırıq. Orada 2 hərəkət, burada isə 1 hərəkət. İndi bunu məşqdə, para işləməyə qaydası, hansı formada biz bunu işləyirik? Gəlin, qabağa, arxaya. Ayaqlar ikisi eyni zaman. İkisi eyni zaman. 1, dizlər bükülüdür. Qabağa, arxaya. Qabağa. İndi keçirik. Sən zərbə vurursan, sən müdafiə edirsən. Getdi. Ya müdafiə hanı? Blok. Getdi. Raz. İndi sən zərbə. Aha. 1, 2. 1, 2. 1, 2. Qabağa əyilmə. Belimizi düz tuturuq. Çalışırıq, əyilmirik. Qabağa. Arxaya. Qabağa. Arxaya. Qabağa. Arxaya. Qabağa. Arxaya. Okey. Daha sürətli gedə bilirəm. Baxın. 1, 2. Misal üçün 2 dənə dalbadal gedə bilərəm. Baxın. 1, 2. Arxaya da 1, 2. Qabağa yəni nə deməkdir? Gəl biraz yaxın. 2 dənə hücum edirəm. Baxın. 1, 2 buradan. Ya da birincini biraz. Birini vurur yana. Bax. Buradan uca getir daş. Fərqi yoxdur. Mən ön əllə də biraz qabağa gəl. Ön əllə də vura bilirəm. Arxa əllə də tullanıb vura bilirəm. Eyniləri 1, 2. Görürsünüz, eyni formada qaydada yanlara da biz eyni hərəkət eləyə bilirik. Burada, baxın, hop, bakavoy vururam. Ya da bu yana, hop, bu yana vura bilirəm. Bu tullanma çox gözəl bir hərəkətdir. Buradan çıxıram yana, buradan isə tullanırım. Ya bu formadan, buradan çıxıram, buradan tullanıram. Zərbə indirirəm. Tullanma güləş hərəkətlərinə də bizə zərbə vurur qabaq əllə. Blok edirəm, baxın. Biri qolunu yuxarı itələyir, biri isə yana itələyir. Baxın, 2 qat blok. 1, açılır. Tullandın, girdin 2 ayağı. Bu ayağı qoyuram, qaldırıram. Hoppa, buradan aşırtdın. Buradan da keçə bilirik. Böyle var. Yəni eyni qaydada müdafiədir. Low kick vurur. Hop, çəkildim, tullandım geri. Hop, tullandım geri. Başa düşdünüz? Yəni bu çox gözəl üsuldur. Həm hücum üçün, həm müdafiə üçün. Bu bizim tullamalarımızdır. Bugünkü dərsimiz bununla bitir. Biz ikinci hissəni bitiririk. Bu ikinci hissədə biz sizinlə yarım addımlar və tam addım, düz xətli hərəkətlərin təməli ilə tanış olduq. Yəni yarım addımlar və tullamalar. Bu videonun, bu dərsin yer dəyişmələrə aid, ayaq hərəkətinə aid 4 dərsimiz olacaq. 3-cü, 4-cü dərsimizdə olacaq. Birinci dərsdə biz təməl hərəkətləri ilə tanış olduq. Bu videoda, bu ikinci dərsdə biz düz xətli hərəkətlər, addımlar, tullamalar tanış olduq. 3-cü videoda biz dairəvi hərəkətlərlə tanış olacağıq sizlə. Dairəvi hərəkətlərlə, dairəvi ayaq hərəkətləri ilə. 4-cü videoda isə kombinasiya, daha belə deyək, daha biraz yuxarı kəmərlərdə olan, qara kəmərə yaxın olan dərəcələrdə aid hərəkətdə ayaq hərəkətləri olacaq. Daha maraqlı 4-cü hissədə. Amma 4-cü hissəyə gələrkən biz gərək addım-addım 1-ci, 2-ci, 3-cü bu videoya baxıb məşqçiliyin, təməli qurun. 4-cü videoda daha maraqlı, daha fənlər, hərəkətlər gələcək.
bıçağa qarşı, tapancaya qarşı hərəkətlər olacaq. Yumruq, təpiklə çox maraqlı hərəkətlər olur. Amma onlara gəlmək üçün siz gərək bu, yenə deyirəm, təkrarlayıram, birinci, ikinci, üçüncü videonun baxıb məşq eləyəsiniz, addımları öyrənəsiniz. İnşallah 4-cü məşqdə də lap maraqlı hərəkətlər olacaq. Çox sağ olun diqqətinizə görə, sağ olun.